Salam, hörmətli takipçilərim. Xoş gördük sizləri. Mən bugün sizə demək qırqovul haqqında danışmaq istəyirəm. Qırqovuldur bunlar. Bax belə. Ov ətidir. Bu çox müalicəvi effektə malikdir. Çox müalicəvidir. Xeyirli bir quş növüdür. Qırqovul. Bax belə. Ayaqları var, elə möhkəmdir ki, maraqlı gəldi, dedim, sizlərə də çəkim görsədim. Belə ayaqları var, çox möhkəmdir. Belə. Sinəsi çox ətlidir və ağırdır. Və sağlamlığa çox müsbət təsiri var. Uşaqların dili yaxşı açılmayanda bununla pişirib yedizdirirlər ki, tez dil açılsın. Ümumiyyətlə, ov heyvanları müalicəvi sayılır. Ördəkdir, qazdır, qırqovuldur. Bax, bunlar hamısı müalicəvidir. Və bunlar ən çox tabaka şəklində yaxşı pişir hazır olur və bunların kababı da qəşəngi olur. Topkada qoymaq olur. Ayaqları bax belə qırqovullardır. Mən təmizləmişəm birini. Bunu təmizlədim, alazladım. Tüklərini, balaca tükləri vardı, alazlamışam. Və burada birini kəsmişəm. Sizlərə göstərdim. Sinəsi bax belə qara ətdən ibarətdir. Qapqara ov ətidir. Çox dadlı ət olur qırqovulun. İçini təmizləmişəm. Birini hələ ki kəsmişəm. Bu ayaqlarıdır. Bu pətənəsidir. Çox təmiz, şəffaf pətənəsi var. Hələ kəsməmişəm içini. Çox təmiz, şəffafdır. Bu ürəyi, bu da ciyəri. Qapqara rəngi var ciyərinin. Ümumiyyətlə, qaz, ördək, bax belə qırqovul, bunların ciyərləri can dərmanıdır. Min bir dərdə dərmandır. Oradan, burada. Buradan bıçağı götürmür. Pətənəni yararlı kəsin. O qalsın. Mən pətənəni kəsim sizə göstərmək üçün. Çox qəribədir. Qəribə pətənəsi var. Pətənəni kəsdim. Ətdən ibarətdir. Görün necə pətənəsi var. Ətdir. Böyrəyin dərmanıdır. Bir damcı buradan isə belə bir şey var. Çox az bu tərəfdə ətdən ibarətdir. Güzel pətənəsi var. Bunu təmizləyəcəm. Qırqovul bacardıqca ümumiyyətlə həm bu vaxtı sezonu şeydir, mövsümüdür. Bu vaxt yaxşıdır. Belə heyvanlar, quşlar yemək vaxtı bu vaxt yaxşıdır. Yayda bunlar çox yaxşı dadı vermir. Ümumiyyətlə çox şirin də dadı olur. Ləzzətli olur. Bunu ən çox pişirəndə necə pişiririk? Demək, suda pörtlədirsən, yaxud bax belə suda pörtlədirsən, bunu yuyacam tərtəmiz, dərsini çıxardacam, dərsini çıxardıram belə, dərsi olmayacaq. Sən bunu belə tut qızım, beləcə tut tərpətmə, tərpətmə, dərsini çıxardıram.
Görürsünüz ne kadar qəşəng ət var. Bax belə. Tertemiz. Tertemiz bir poştu. Belə. Ondan sonra bunu ən çox necə bişirirəm? Pörtədəndən sonra qovururam. Yağ, soğan və apelsin. Apelsinli çox qəşəng olur. Ördəyi də mən apelsindən eləyirəm. O kadar qəşəng olur ki. Ləzzətli olur. Apelsin buna asobu dad verir. Şit dadmır. Və turşuyla, nəylə, yəni evdə nə var ondan istifadə etmək olar. Şabalatla qəşəng olur. Yax, düyü süzüb üstə də bunu bişirib qoymaq olur. Yəni kim necə istəyir hazırlaya bilir. Əsas odur ki, Allah hamıya ruzu versin. Yəni bir dənə, iki dənə də olsa, bir neçə dənə də olsa alın. Uşaqlarınıza yedizdirin. Özünüz yiyin. Bax belə qırqovul. Ayaqları maraqlıdır. Papışdı. Qara papışları var, sapaçkiləri. Şey oxşuyur. O üzvləri, üzgüçülərin ayaqlarına geyindikləri belə bir şeylər olur belə. Bunlar elə göydə uçan quşlardılar da, bunlar elə uçan quşlardılar. Bunlar təbiidir. Bunlar bax belə. O qədər gözəldilər ki, renkləri o qədər gözəl idi bunların. Adam qıymır bunu kəstirməyə. Amma o da lazımdır, kəstirmək də lazımdır. Ayaqlarını kəsib tullayacaq, ayaqları gərəksizdir. Ayaqlarından istifadə etməyəcəm. Sadəcə belə maraqlıdır. Yəni sinə əti əsas sinə ətindən ibarətdir. Və bununla əlavə danışım deyim. Demək, sərçə əti də bax belə sinəsi belə ətli olur. Sərçələrdə də balaca sərçələr yoxdur, adi. O sərçələrin də sinəsi belə ətli olur. Sərçə əti infak keçirtmiş, insult keçirtmiş adamlar olur. Ağzında əyrilik varsa da. Bax o sərçənin ətindən kebab eləyirlər. O türkəçarələrdən çox var o. Yəni sərçənin ətindən kebab eləyirsən, yeyirsən, o adamın ağzını düzəldir əyriliyini. Yəni türkəçarədə o var. Çox da dadlı olur kebabı, mən yemişəm. Sərçənin kebabı çox ləzzətli olur. Sinə əti qapqarı olur, bax belə. Eynən belə olur. Elə bunun balaca versiyasıdır sərçədə. Tövsiyə edərdim, çox qəşəng dadı olur. Sərçədə vəbşə ümumiyyətlə yaxşıdır. Üzdə iflic olanda, üz sinirləri ayıq olanda, yəni sərçə əti çox dadlıdır, çox keyfiyyətlidir, çox xeyirlidir daha doğrusu. Ən çox bunun özü müalicəvi effektə malikdir, müalicə eləyir adamı. Uşaqlar da çox bəyənirlər. İndi pişirəcəm sabahlarım. Hər bir dənəsini uşaqlar bəhbəhlə yeyəcəklər. İçinə apelsin qoyursan, pişirəni yağ, soğan eləyirsən. Sonra bunu pörtədəndən sonra qovurursan o yağ, soğanın içində və apelsin. Bir neçə dənə apelsini təmizləyirəm qabığını. Belə dilim-dilim qoyuram yanına. Ən dadlısı o olur. Yəni bu şit dadmır da, yəni belə bir ümumiyyətlə o heyvanlardır, belə quşlardır, belə biraz dadındadır, qəribə dadı olur pişəndə. Ona görə də bunu pişirəndə ən çox apelsinli, yəni Pekin ördəklərini də, əvvəllər ördək saxlayırdıq, ördək çox saxlayırdım. Ördəyi də çox ləzzətlə, bəhbəhlə yeyirdik, uşaq nəvələrim, özümüz yeyirdik. Ördəklər çox dadlı olurdu, Pekin ördəklərim var idi. Boğazı yaşıl idi, elə qəşəng ördəklərim var idi ki. Bir-iki dənəsi də var idi, onda tülkü yedi. O da tülkünün qismətindəymiş. Tülkü gəlib aparsa da, oğur aparsa da yenə də saxlayıram. Nə bilim. Eləmək idi, hamısı göz nurudur. Nəvələrim yem tökür, su tökürük. Ondan sonra da kəsib yeyirik. Bir dənə olsun, iki dənə olsun. Amma bilirsən ki, dərmansızdır, ziyansızdır. Ziyanı yoxdur, xeyri var. Ördək də çox qəşəngdir. Ümumiyyətlə, ciyərin dərmanıdır. Ördəyin əti. Ördək də elə ən gözəl yemək, dünyanın ən gözəl yeməyi portağallı ördəkdir. Bunlar da
en güzeli. Bundan da güzeldi. Bizim qırqovullarımız. O kadar güzel kuşlardılar ki. Çok güzeldiler. Heyif diri vəziyyətdə görsədə bilmədim sizlərə çəkib. Dedim, bari belə, heç olmasa belə vəziyyətdə çəkim görsədim. Sinəsi bax belə qəşəng ətdi. Qırqovullarımız. Başlayayım ben bunların içini yarım. Böyle. Çoxdan da video çəkmirdim YouTube kanalımda. Dedim takipçilərim darıxmış olar. Az da olsa belə bir şeyler çəkmək istədim. Və güllərimiz haqqında da inşallah video çəkəcəm. Hamısı tumurcuqdadır. Çox gözəl güllərim var. Hamısı tumurcuqdadır. Banan ağacımı evə əkmişəm. Bu da yarpaqlayıbdır. Sonra begonvillərim gül açıbdır. İndi hamı mətəl qalır ki, sizin begonviller nə yaş qışın günü gül açıbdır. Nə bilim, vallahi evə qoymuşam, həyətdə idi, həyət əkmişdim. Sonra gətirdim, içəri əkdim. Yarpaqlarını tökür içəridəkən də, təzədən əkilmək olanda. Biraz təkrar yarpaqlayır və çiçək açır. İndi onları da sonra sizə bir video çəkəcəm, göstərəcəm, gözəl takipçilərim. Bugün də dedim qırqovul haqqında video çəkim sizlərə. Bu qədər. Sadəcə mətəqalımın pətənəsi çox maraqlıdır. Yəni toyuqda belə deyil. Çox ətlidir. Təmizləyə bilmədim. Bir əllə çəkə bilmirəm. Çəkib yəni göstərə də bilmirəm. İstəyirsən qızım belə tut. Dayan Atilla. Gələn dəfə sən çəkirsən. Bu dəfə Mesut çəksin. Dur. Nəvələrimlə bir yerdə təmizləyirik, onlara maraqlı gəlir. Sən belə tut, mən buradan baxam görüm, neyə bilərəm. Belə olur, tərtəmiz olur, günü qəşəngdir. Çək, əlimi yuyum gəlim. Başqa yeri çəkmədim. Nə oransı? Baxın. Nisu qızımızdan çəkmişəm videomuzu. Benim kızımın saçları uzun saçlı kızımdı. Güzel kızımdı. Allah hamıya nəvə qismət eləsin. Benim güzel nəvəmdir. Nisu kızımızdan güzel videolarımız olur. Bak, sağ ol elə, sağ ol aşkına. Sağ olun. Salamat qalın.